Bazı ləhzələr, bazı səhnələr gəlir gözümdən rədd olur. Bir bəbir deyəcəyəm, fakat besuyufihim erban. Bazı vaxtlar Ali Ekber'in o doğram bedenin görür. Kanlı yabanın arasında فبكى بكاء عاليا شديدا ووزع خده على خده وقال الحسين بني ولدي على الدنيا بعدك Qasimin cənazəsin atların əyadından çəkib çıxartmadı görüb bədənin uzanmadın görüb amma baş açmayıb belə bir Zeynəbin yaşına gəlibsən fəzəbəhə minəl uzuni eləl uzun o süt əmərib boğazını qulaqda üzülməyi gördü baş açmadı ya İmam-ı Zaman fəzəkkərə atəşəl Hüseyin və qaləl Hüseyin əl-alə ilkəsərə zəhri və qallət hiləti və l-qətə rəcəyi Hüseyin'in belinin sınmağın gördü amma baş açmadı səni Zəhra bağışlayın məni və şimrun çalisun alə sadril Hüseyin Səhməli əyadına döhmün oxlu sinənin üstünə çıxmağı görür amma baş açmadı atların nəlinin əvəz olmağın görək baş açmır qarəti görək xeymələrin yanmağın balaların tikan üstə qaçmağın amma Zeynəb baş açmadı and ola nənəsi Zəhraya Kufədə gördü yaralı baş Kur'an təlavət elək əm hasibdən əshabəl kəhvi və rəqim kânû min âyâtina acaba Zeynəb gördü yaralı başı daşladılar neynədi fənnətəhət cəbinəhə bi müqəddəmil məhmil başım vurdu məhmilə amma baş açmadı Zeynəb bu səhnələrin hamısını görür amma baş açmır uşaqları da qoymur amma bir yerdə gördülər ya Zəhra o baş açmayan Zeynəb o özünü itirmeyen Zeynep gördüler bir tane balaca uşağın cenazesini elə silkemi yana de kardeşim balası nazlı bala qəbli bala gördü ses gelmedi dedi bir nəfərin adıyla çağırım görüm el ona cevap verin yani Ali Ekber sökül bacısı gördü ki day ona da söz vermedi o baş açmıyor Zeynep elini attı becer